Başladı. Başlayaq. Uşaqlar, loqaritmik funksiya bircə dəqiqə. Yazın dəftərinizə loqaritmik funksiyalar, onsuz bayaqdan yazmısınız, nəysə. Əli, yeməyə qoya kənara. Dərsi öyrən, ondan sonra yeyərsən. Müəllim, Bəli, qızım. biz bugün məktəbdə də bu dərsi keçdik. Oo, qəşəng. Məktəbdə onu çəkirlər ki, başa düşmədim. Loqaritmanın 10-cu sinifdir səndə. Onun şey, adı neydi? Dürüye 10 sinif ki, Hansı? July. Hə, Gülay 10-cu sinifdir. Mən 5 bilirim. Yaxşı. Daha o qədər də yox da. Deməli belə, Ays xanım, siz də xoş gəlmisiniz, xoş gördüm sizi. Çok sağ olun. Deməli belə, başlayırıq. İlk öncə ədədin loqaritması haqqında danışacağıq. Uşaqlar, Ama loqaritm görüntünüz gedir. necə? Görüntünüz görsənmir məndə, yoxsa sadəcə mən internetimdə. Axı mən görürəm. Mən də öyle görsənmir. Uşaqlar görmürsüz? Görünür məndə. Görməyənlər çıxıb girsin təzədən, tez çıxın girin, başlayım da mən dərsə. Görünür, çünki mən özüm burada izləyirəm axı. Gördün Səkinə? Gördünüz, yoxsa yox? Mən də görsənmirdim. Kimdə görünmürdüsə görünür indi, başlaya bilərəm mən dərsə. Bəli, müəllim, başlayayım. Uşaqlar, loqaritma log kimi yazılır və aşağı əsasdan yuxarı əsasa qiymətləndirilir. Kiminsə səsi açıqdır. Bağlayın. Bu bizim aşağı əsasımızdır, bu isə bizim yuxarı əsasımızdır. Yəni misal üçün loqaritma 2 əsasdan 5. Oxuyanda da birinci aşağının adı gəlir Nurcan, sonra yuxarının adı gəlir Əsma. Loqaritma 2 əsasdan 5. Uşaqlar, burada bizim aşağı əsasımız var. A. Bu A həmişə sıfırdan böyük olmalıdır. Amma əsla 1 ola bilməz. Bunu yadınızda saxlayın. Səhər təyin oblasti filan tapanda da loqaritma üçün bilməlisiniz ki, aşağı əsas həmişə sıfırdan böyük və 1-dən fərqli olmalıdır. Yuxarı əsas isə yalnız sıfırdan böyük olmalıdır. Yəni 1 ola bilər. Problemi yoxdur. Bir dənə bu şərti yazın dəftərinizə. Silin bunu. Tamam, silindi. Uşaqlar, loqaritma ümumiyyətlə hardan yaranır? Gəlin baxaq. Misal üçün 2 qüvvətində x bərabərdir 8-ə. Normalda bilirsiniz də burada x nəyə bərabərdir? Uşaqlar, hansı dərəcədən qüvvət 3. Amma bunun təyini loqaritma ilə olur əslində. Yəni biz bu x-i tapmaq üçün, bax bu göydəkini tapmaq üçün loqaritma bundan buna, yəni ikinci əsasdan 8-ə. Bunu hesablamalıyıq. Hesab prosesi də necədir? 8-i nəyin qüvvəti kimi göstərə bilərsiniz? 8 nəyin qüvvətidir? 2-nin. Yəni 8-ə yazırsınız 2-nin kubu. Yadınızda saxlayın ki, bu qüvvətdəki əmsal həmişə önə vurulacaq. 2 əsasdan 2 də elə bilin ki, fərz eləyin ki, ixtisar gedir. Yəni təkcə 3 qalır misalda. Bunun daha geniş izahını indi birazdan verəcəm. De Nurcan? Bunu da orada yazan idim. Sözüm bilirəm də orada da yazılan. Quzusu, mən bunun qaydada tətbiqini göstərdim. Bu qədər məsum gəlməyəcək də sənin imtahanına. Sən bilməlisən ki, qüvvət şəklində göstərəndə bu necə loqaritma ilə tapılır. Tamam mı? Səhər bax belə ola bilər. Bax səhər belə ola bilər. 2 qüvvətində x bərabərdir 7-yə. Bir tənliyi həll elə. X-i tut. Bunu bilirsən, 2-nin hansı dərəcədən qüvvət 7 eləyər? Heç bir. Burada x-i tapmaq üçün loqaritma 2 əsasdan 7 yazılmalıdır. Yəni belə də qalır. Cavab budur. Всё. Yaxşı? Deməli belə, bunu silirəm uşaqlar. Deməli, yəni qayda kimi desəm, a üzəri x bərabərdirsə b-yə, biz burada x-i tapmaq üçün loqaritma
A əsasdan B yazmalıyıq. Uşaqlar, əgər loqaritma bizə 10 əsasından verilsə, məsələn 10 əsasdan x. Bunu qısaldıb birbaşa LG yazmaq olar. LGx, LGx deyirlər buna, LGx. Uşaqlar, LGx loqaritma 10 əsasdan x deməkdir. Hələ ki mən sizə hərfləməyi öyrədirəm, amma bu əsas məsələ birazdandır. Deməli, loqaritma 10 əsasdan x-a siz LGx kimi baxırsınız və ya əksinə, səhər LGx-i görsən bil ki, bu loqaritma 10 əsasdan x deməkdir. Yəni qısaltma kimi adı belə yazılıb. Daha sonra Əsmən başa düşürük də quzu elə. Müəllim. Tamam. Uşaqlar, əgər loqaritma sizə Müəllim, bir də öncə qaytara bilərsiniz zəhmət olmasa. Tamam qızım. Buyur. Bəli, bəs hər ikisini yazmaq olur. Yəni LOC-da, LC-da. Bəli. İkisi də eyni şeydir. Yəni LGx da loqaritma 10 əsasdan x deməkdir. İkisi də eyni mənadır. Yazdım müəllim, çox sağ olun. Aha. Ha sənə jalə demişəm, ha sənə jalə su demişəm. Yəni sənin dəyişmir ki, adını dəyişir. Deməli belə, uşaqlar, loqaritma əgər sizə y əsasından verilsə, uşaqlar bu nədir? Kim bilirdi? Ln. Ay, sağ olun. Bu ln x-dir. Məşhur törəmədə filan sizə əsasən lazım olacaq inteqralda, törəmədə. Uşaqlar, ln x natural loqaritma adlanır və bu loqaritma y əsasdan x deməkdir Tünzələciyim. Yəni bu qısaltmadır ln. Ln sözünü açmaq istəsən, gərək y əsasından açasan. Y də uşaqlar riyaziyyatın məşhur pi kimi ədədlərindən biridir. Bunun təxmini qiyməti 2,71-dir. Tamam mı? Всё. Hadi gəlin keçək əsas məsələyə. Yazın dəftərinizə əsas eyniliklər. Yəni sizinlə loqaritmik düsturları öyrənək, sonra tətbiqi işinə baxasıyıq. Görək bir dənə kameralarını bağlayanlar kimlərdir? Amma gözlüyüm buradan baxsam siz düşəcəksiniz. Gözlüyüm bunu dayandırım. Yaxşı. Uşaqlar, loqaritma yazın dəftərinizə. Eyni əsasdan eyni əsas, yəni A əsasından A. Həmişə bunun qiyməti 1 olur, ha. Əli. A əsasdan A. Yəni, misal üçün, loqaritma 5 əsasdan 5. Bir növ elə bil ixtisar gedir. Cavab 1. Uşaqlar, loqaritma A əsasından 1-in qiyməti isə nədir? Bilənlər bilirdi. 0. Ay, sağ olun. Uşaqlar, istənilən əsasdan, yəni loqaritma misal üçün 5 əsasdan 1. Konkret cavab Tünzalə 0-dır, ha. Ağına qarasına baxmırsınız. Tamam mı? Səbəbini bilmək istəyənlər. Necə? Burada məsələn 5-in əvəzinə kəsir falan ola bilər ya da yuxarıda. Olar, niyə olmasın? Bir də mənfi olamaz. Axı bayaqlar dedim sənə A 0-dan böyük, 1-dən fərqli olmalıdır. B isə təkcə 0-dan böyük olmalıdır. Yəni 0-dan böyük kəsr dairədə tutdu da. Niyə olmasın? Hətta onun açması da olacaq. İndi izah edəcəm. Yaxşı? Deməli belə. Bunu silirəm. Hə, bir dənə onun isbatını deyərdim. Niyə loqaritma 5 əsasdan 1-in qiyməti 0-dır? O 1-ə baxarsınız elə bil 5 üstü 0 kimi. Baxın, bunlar gedir, 0 qalır. Yaxşı? Neysə, sizə maraqlı deyil, amma neysə, dedim də da. Deməli, uşaqlar, yer dəyişmə qanunu. Yer dəyişmə qanunu. Deməli, A-nın qüvvətində loqaritma B əsasından C verilirsə, uşaqlar, bu A-nın qüvvətindədir, ha. A-nın başındadır, yəni belə başa düşün. Deməli, belə. A-nın qüvvətində loqaritma varsa, yer dəyişmə qanunundan istifadə edəcəksiniz. Belə bir adı gedib dərsdə falan çəkməyin, ha, elə bir adı yoxdur, mən vermişəm. Neysə, yer dəyişmə qanunu nə deyir? Ən aşağıdakı ilə ən yuxarıdakının yerini dəyişə bilərsən, əgər paşa kölünün istəyirsə. Yaxşı? Yəni sərf eləyirsə. Və bir də bir şey deyim. Düsturlar... Birini yuxarıdan, birini aşağıdan yazırsınız. Boş uçmadı. Bax qızım, misal üçün 2 loqaritma 2 əsasdan 5. Deyir, bunu hesabla. Bu loqaritma qüvvətindədir. Necə?
Loqaritma qüvvətdə də ola bilər. Bəli, bəli. Loqaritma bir dəyişən kimi də baxa bilərsən, funksiyadır. Uşaqlar, ən aşağıdakı ilə ən yuxarıdakı yerin dəyişir arqumentlərdən, yəni ədədlərdən. Bu olur 5 qüvvətində loqaritma 2 əsasdan 2. Bayaq demədik 2 əsasdan 2 1 deməkdir. Yəni bu 5-in qüvvətində 1, yəni 5 deməkdir. Başa düşürsüz? Yəni loqaritma qüvvətdə varsa, avtomatik yer dəyişmə qanunu istifadə edirsiniz. Silin bunu. Başa düşürük Aylin, Zəhra. Necə Nurcan? Kimsə nəsə deyirdi. Dedim bəli. Yaxşı. Deməli belə. Uşaqlar, daha sonra bayaqları sizə dedim ki, misal üçün loqaritma A əsasdan B-nin qüvvətində bir dənə ədəd var. Misal üçün M ədədi. Baxın, bayaq dedimi, loqaritma 2 əsasdan 8-i yazarsınız 2-nin kubu kimi. Bunlar ixtisar gedir, kub qalır cavabda, elə 3-dür. Niyə 3 qalır? Çünki qüvvət həmişə önə vurulur. Yəni sizin misalınız M vurulsun, loqaritma A əsasdan B olur. Hətta bunun əksi də doğrudur. Yəni səhər mən 2 loqaritma fidan 3 əsasdan 5-i yazmaq, belə yaza bilərəm. 2-ni qaytara bilərəm öz yerinə. Çünki əmsal hardan əmələ gəlir? Qüvvətdən. Yəni 5-in kvadratıymış ki, bu qabağa keçib də kvadrat əmsala vurulub. Yəni geri qaytarmaqda. Yəni bu qaydanın əksi də doğrudur. Yaxşı uşaqlar? Bəs bu nə vaxt istifadə edirik ki? Misalda verəndə. Qarşına çıxanda. Qabağa çıxanda. Axirətdə, siratı keçəndə. Deməli belə, bunu silirəm. Amma inanın ki, çox loqaritma falan rahat düşür. Deməli, əgər bu qüvvət aşağıda olsaydı, yəni misal üçün... Tərsi kimi olar. Yaşa. Misal üçün 8 əsasdan 2. Yenə 8-ə 2-nin kubu kimi baxırsan, sadəcə bu aşağı əsasın qüvvətidir deyə önə tərsi kimi vurulur. Bu elə bil n-də 1 loqaritma A əsasdan B olur. Tamam mı? Yəni cavabımız elə bil burada 3-də 1 vur loqaritma 2 əsasdan 2. Yəni o da 1-dir. Deməli, ancaq qüvvətlər qarşıya loqaritmadan əvvələ keçə bilir. Bəli. Qüvvət qabağa keçə bilir. Deməli belə, bunu silirəm. Uşaqlar, ikisi də ola bilər. Yuxarı əsasında qüvvəti ola bilər, aşağı əsasında. Yuxarı əsasın qüvvəti önə sərbəst, aşağı əsasın qüvvəti isə kəsr şəklində vurulduğuna görə elə birbaşa m böl n loqaritma A əsasdan B deyə bilərsiniz. Bir də misal verirəm, özünüz tətbiq edin. Loqaritma 16-da 32. Hadi bakalım. Bayaqdan Məryəm haqqında deyirəm axı sizə. Rəqsənəm, deyin nə tapmısınız uşaqlar? 5 böl 4. 4-də 5. 16-nı minimallaşdırırsınız, 2 üstü 4 yazırsınız. 32-ni minimallaşdırırsınız, 2 üstü 5. Yəni 5 bölünsün 4, loqaritma 2 əsasdan 2. Əsman başa düşə bilirik uşaqlar, bunlar da gedir. Cavab 4-də 5. Başa düşdük uşaqlar, aydındır? Qəşəng. Aysu. Deməli, silirəm bunu. Deməli, uşaqlar, indi yazırsınız dəftərinizə nə? Loqaritma A əsasından x vurulsun y. Uşaqlar, vurma, toplama deməkdir. Bunu yadınızda saxlayın. Amma arqument də vurma, toplama deməkdir. Səhər bəzi ağıllılar, bəzi çox bilmişlər, götürəcək nə? Loqaritma A əsasdan x, vurulsun loqaritma A əsasdan y, götürüb yazacaq loqaritma misal üçün A əsasdan ya x üstə gəl y, ya da elə bil x vur y. Bu yanlış fikirdir, ya belə bir şey yoxdur. Yəni səhvi göstərirəm ki, eləyəndə bu səhvi eləyərsiniz. Yaxşı? Başqa səhv eləməyin. Deməli belə, bunu silirəm. Uşaqlar, yəni arqumentdə, baxın burada vurma, toplama şəklində parçalanıla bilir. Misal üçün, baxın, loqaritma 2 əsasdan deyirəm 6. 6 nə vur nədir uşaqlar? 3 vur 2. 2 vur 2. 2 vur 1 vurursun loqaritma. 2 vur 2.
Uşaqlar, vurma toplamadır. Yəni bunu parçalaya bilərsiniz. 2 əsasdan 2 üstəgəl loqaritma 2 əsasdan 3. 2 əsasdan 2 1-dir. Üstəgəl loqaritma 2 əsasdan 3. Всё, cavab bundan ibarətdir. Yaxşı? Всё. Deməli, silin bunu. Bir dənə gözləyin. Hə. Hə, silim. Tamam. Və ya bunun əksi də doğrudur ha. Deməli, Jaləm, bax misal üçün loqaritma 2 əsasdan 8 üstəgəl loqaritma 2 əsasdan bunu da götürək misal üçün necə götürək? Allah da xoş keçsin bəndəsinə də. 4. Olar, yaxşı götürək. Bunların aşağı əsasları eynidir deyə, elə birbaşa bir əsasın qüvvətində toplama vurma deməkdir də. Yəni 8-i vurarsan 4-də 32 eləyər. 32 də bilirsiniz ki, 2-nin 5-ci dərəcədən qüvvətidir. Ay, sağ olun. Bu 5 qabağa vurulur, bunlar ixtisar gedir. Eləcə 5 qalır. Başa düşürük. Qılay başa düşürük. Aylin, uşaqlar aydındır. Bir də deyə bilərsiniz 3 vur 2 hissəsin. 3 vur 2 olmaz o, 32 olar o. Hə, onda bildim. Qulaq as, bura diqqətin burada olsun. Deməli, Müəllim, əsaslar fərqli olsa eləmək olmur da bunu. Əsla. Əsaslar fərqli olsa, aşağı əsaslar fərqli olsa əsla birləşdirə bilməzsən. Yaxşı? Tamam, bunu silirəm. Hə, de. Bəs orada bir heç nə bildim. Yox, bilmədim. Bir dəqiqə. Nə davam gətirin? Orada 2 nəyin içinə apardınız? O yuxarıda 5 qaldı da. Bəli. Çünki dedik ki, qüvvət qabağa vurulur. 2 əsasdan 2, eyni əsasdan eyni əsas 1 olur da həmişə. Bəs loqaritma hara getdi? Ona görə ixtisar getdi də. Bayaq demədik, loqaritma A əsasdan A-nın qiyməti 1-dir. Sil, at getsin. 1 üstü 5 5 eləyir ki, bəyəm. Quzusu. Sənin diqqətin hardadır? Deməli, Cavab 5-dir. loqaritma, bax biz tapdıq 2 üstü 5. Bax bu 5 var, ha qüvvət. Qüvvət həmişə önə vurulur. Bu olur 5 vurulsun loqaritma 2 əsasdan 2. Hə, bildim. Hə. Bunun da qiyməti bir. Bax fikrimi yayındırır ha oradakı kimdirsə. 5 vurulsun 1. Bu da eləyir 5. Yaxşı? Mənim fikrimi yayındıra bilirsə gör səni necə yayındırır. Elə o eləyib mənim. Başa düşdüm. Məsumə qızım, fındıq. Qaç oradan, get oyna başqa yerdə. Birazdan gələrsən, səndən söhbət aparacağam. Yaxşı? Qoy Nurcan bunu öyrənsin, yoxsa səhər şüvən salacaq ki, bunu mənə deməmisiniz. Deməli belə. Loqaritma A əsasından x bölünsün y. Uşaqlar, bölmə nədir onda? Çıxmadı. Ay, sağ olun. Bəli, çıxmadı. Yəni eyni qayda, eyni proses, sadəcə çıxma variantı üçündür. Deməli belə. Yazın dəftərinizi. Ən vaciblərdən bir məsələ qaldı. Onu da deyim, всё. Qalanlarını da deyəcəm. Amma bizim üçün buraxılışa gedənlər üçün o qədər də deyil, amma bloka gedənlər üçün vacib məsələlər var burada. Deməli belə, uşaqlar, əgər siz loqaritmanı kəsirdə görsəz, misal üçün loqaritma A əsasdan B, tərsə çevirin. Yəni birbaşa yazın loqaritma B əsasdan A. Yaxşı, tərsə çevirmək mümkündür. Sadəcə əsaslar da yerini dəyişir. Yəni 1 bölünsün loqaritma A əsasdan B-nin yerinə tünzaləm. Yəni birbaşa B əsasdan A loqaritmasını yaza bilərsən. Yaxşı? Həmişə belə də deməyəcəksən ki, ay müəllim, mən hardan bilim bu misalda hansı qaydadan istifadə eləməliyəm. Ağıllı, göz var, nizam var. Kəsirdir də, tərsə çevirməlisən də və ya qüvvətdə loqaritma varsa yer dəyişmə qanunudur da. Üstədə burada başqa nə ola bilər ki? Müəllimə, Hə, de. bəs o yuxarıya 1 yazıbsa 1 böl. Bəs o 2 böl olsa, 3 böl olsa nə olardı? Quzusu, o əmsaldır. Onu əmsal kimi qabağa atarsan. Yəni elə bil misal üçün 5 bölünsün, atıram. Loqaritma 2 əsasdan 3. O 5 qabaqdadır, işin yoxdur. 1 bölünsün loqaritma 2 əsasdan 3-ü sən tərsə çevirə bilərsən. Yəni yazırsan 5 vurulsun loqaritma 3 əsasdan 2. Arqumentlər yerini dəyişir. Yaxşı?
Əsaslar. Ümumiyyətlə yalnız 1 olmalıdır da onda. Bəli. Qiymət varsa onu əmsalda saxla. Ondan işin yoxdur. Problemin də yoxdur. Hətta sonra bunu qüvvətə də qaldırmaq olar. Əmsaldan qüvvətə qaldırmaq olar. 2-nin başına lazımdırsa, lazım deyilsə nəyinə lazımdır. Nəysə, bunu silirəm. Uşaqlar, Bir dənə də alıb gətirin də. tamam. Mənbə sonra niyə 1 bölünsün yazdıq? Çünki misal qayda odur. 1 böl olanda tərsinə çevirirsən. Düsturda axı yuxarıda yazmamışıq 1. Bircə dəqiqə gözlə. Quzusu, mən izah eləyəndə dedim ki, bəs bu birinci 5-i qabağa at. 5-i qabağa at. Yaz 1 bölünsün. Loqaritma 3 əsasdan 2 əsasdan 3. Sonra tərsə çevir. Çünki sən 1 bölünsün variantı tanıyırsan yalnız. Yaxşı, elə bil 5-ə baxdım, 5 vur 1 kimi. 5-i saxladım qabaqda, 1 böl loqaritma hissəsini tərsə çevirdim. Oldu 5 vurulsun loqaritma 3 əsasdan 2. Anlayırsan? Bəli. Anlamadınsa bir də başqa nümunədə göstərmə. Tələsmirik, ha, ağıllılar. Var. Göstərim nümunə əlavə, yoxsa davam eləyək? Göstərin. Yaxşı. Baxın uşaqlar. Misal üçün 1 bölünsün loqaritma 7 əsasdan 2-ni nə yaza bilərik uşaqlar? 2 əsasdan 2 əsasdan 7. Əsasdan 7. Tutardı. Sadəcə bu misal üçün 5 bölünsün loqaritma 7 əsasdan 2 olsa, bu 5-i qabaqda saxla da, sonra tərsə çevir. Yenə 2 əsasdan 7. Yəni əmsaldakı qiymət qabaqda qalır. Tamam? Bəs deyirəm ki, bayaq yuxarıda 1 yazmışdıq. Bax yenə yazmadıq 1-i. Mən onu izah eləmək üçün göstərdim ki, o məbləği niyə qabağa saxlı, qabaqda necə qalır? Bax elə bil biz bu prosesə gələndə 5-i qabağa atırıq, deyirik ki, 1 bölünsün bu hissə tərsə çevrilir. Anlayırsan? Hesab prosesinin izah hissəsi idi o. Yəni o bir qayda deyil. Deməli uşaqlar, Aylinim, başa düşürsən qızım? Bax tam sıfırdan mövzu izahıdır. Deməli belə. Uşaqlar, loqaritma A əsasdan B vurulsun loqaritma B əsasdan A. Fidan nəyə bərabərdir? 1-ə bərabər idi bu. Bəli. Səbəb nədir? Bir-birinin tərsidir. Və ya belə də deyə bilərəm. Elə bilim birinin sürəti ilə birinin məxrəci, birinin sürəti ilə birinin məxrəci ixtisar gedir. Bunu ki, müəllimin yanında sürət məxrəc deməyin ha. Sonra deyirlər ki, sizin müəlliminizin diplomu hansı universitetdən verilib soruşarlar. Deməli, nə isə, sadəcə izah eləmək üçün deyirəm. Yuxarı hissə ilə aşağı hissə, yuxarı hissə ilə aşağı hissə elə bilin ki, ixtisar. Bax belə çox oxşadı bu. Hə. Bir də əslində riyazi izahı bu da deyil. Riyazi izahı nədir? Bunu 1 böl variantında yazsaz, elə bil əsaslar yerini dəyişir də, elə deyilmi? Əsasdan B. Bunu 1 böl variantına çevirsən, 1 bölünsün loqaritma A əsasdan B olur da. Uşaqlar, bununla bu ixtisar gedir deyə 1 qalır. Eyni şeydir axı. Başa düşdünüz, ardından mənə gəldi. Niyə başa düşürsünüz ki, sizə elə sadə yol bəs idi da. Neyinirsiniz bu boyda həngaməni? Deməli belə, neysə. Gəlin davam edək. Bu biraz üçlü formada da verilə bilər sizə. Misal üçün loqaritma A əsasdan B vurulsun loqaritma B əsasdan A vurulsun loqaritma yox, bircə dəqiqə burada. A əsasdan B, B əsasdan C, C əsasdan D. Baxın belə. Uşaqlar fikir verin. Elə bilin. A əsasdan D qalır. A əsasdan D qalır. C'lər də gedir. Bir dənə aşağıda A qalır. Yuxarıda D qalır. Qutardı. Yaxşı? Belə. Bloka bu düşəcək belə. Bloka 100%. Bloka loqaritmanın ən o kök misallar ki var. Ha, onlar qəşəng gələcək. Yəni ki, hamısı topluda Çətin düşəcək olursa, yəni, yoxsa belə atsan topluda olan düşəcək qızım. Mən ona nə çətin deyə bilmərəm. Çünki loqaritma mənim ən favori bölmələrimdən biridir. Çox sevirəm. Yəni çətinliyini belə çox sevirəm də. Buraxılışda mən ikisi düşmüşdü, ikisini də yaxşı yazmışdım. Ay, sağ ol. Yəni asan düşür buraxılışa. Amma düzdür, 15 martda o qədər də sadə deyildi deyəsən. Tənlik kimi vermişdilər deyəsən. Səhv xatırlamıramsa. Amma sizdə də yaxşı idi. O 9 martda da yaxşı idi. Plus buraxılışı o qədər də dəhşətli düşmür. Amma gərək siz maksimum sürətdə ağır hazırlaşasınız ki, maksimum nəticəni göstərə biləsiniz. Və yadınızda saxlayın. Həmişə 100% üçün çalışmaq lazımdır ki,
əldə etdiyiniz nəticə sizi qane eləsin. Yəni ona görə çətinlik, asanlıq söhbəti yoxdur da bundan sonra. Çətin, asan söhbət. Ən maksimum dibinə qədər hazırlaşırsınız. Deməli belə, uşaqlar, qaydalar bitdi normalda. Amma bir dənə blokun ən göz məsələlərindən biri-iki var. Bir əsasdan başqa bir əsasa keçmə. İstəyirsiniz adını da yazın. Bir əsasdan başqa əsasa keçmə. Necə? Biz yazmayaq da. Yaz sən də. Yaz. Onu tez işidir ağıllı. Bir əsasdan başqa əsasa keçmək. Elə bil Fidan, sənə verilən misal 2 əsasdan 5-dir, amma səndən istədiyi isə 7-ci əsasda bir şeydir. Sən oradan əlaqələndirmə mümkündür. Bir qayda ilə mümkündür 7-ci əsasa gətirmək. Uşaqlar, biz Deməli necə idi? Bir əsasdan başqa əsasa keçmək. Bəli, Bədirəm. Bir əsasdan başqa əsasa keçmək. Baxın, misal üçün A əsasından B-ni mənim paşa gölünüm istəyən bir əsasa keçirdə bilərəm. Misal üçün C əsasına keçirtmək istəyirəm. Amma C əsasına keçirtmək üçün loqaritma C əsasından B-ni, loqaritma C əsasından A-ya bölməliyəm. Fikir verirsiniz? Verilmiş misaldakı yuxarıdakı əsas kəsrin sürətindədir, aşağıdakı əsas da kəsrin məxrəcindəki əsasdadır. Yəni, bax misal üçün Elvani, loqaritma 2 əsasdan 5-i mən 7-ci əsasa gətirmək üçün loqaritma 7 əsasdan 5 bölünsün loqaritma 7 əsasdan 2 şəklində yaza bilərəm. Yaxşı? Haqqımız çatır. Və ya əksi də doğrudur, ha. Yəni, səhər mən görsəm loqaritma 7 Deməli, necə? surətdə loqaritma 7 əsasdan 5 yazırsınız. Hə, Mən görmədim, üzrü say. tamam. Sözünü durdurdum. Hə, yox, xoşdur quzu. Problem yoxdur. Nəyə başa düşməsəz deyil. Deməli uşaqlar, bunun əksi də doğrudur. Yəni 7 əsasdan 5 böl 7 əsasdan 2-ni elə bilin ki, 7-lər ixtisar gedir. Birbaşa yaza bilərsiniz 2 əsasdan 5 kimi. Yaxşı? Bunun özü bizim nəyimizə lazımdır ki? Bunun özü sizin nəyinizə lazımdır? Qəşəng sualdır. Qulağımıza girəcək. Bir illik də bir ildən sonra unudacaq. Keçməlidir bir illik, bir aydır. Bir şey deyim sizə, gözləyim bu video qeydi dayandırım, sonra mən özüm öz başıma. Amma ən xoş xatirəli illər o illərdir. Neysə, çətin olsa da, çətin olmalıdır ki, Ən yaxşı məktəblərdir. Aysa oldu. Çalışın ki, ən yaxşı universitetə qəbul olun ki, səviyyəli yerdə oturub durun, səviyyəli insanlarla olun. Yüksək nəticə, yəni bir növ səviyyə söhbətidir. Nə qədər də biz deyirik ki, universitet oxunmasan belə, bu əlbəttə ki, savad göstəricisi deyil, amma ki, səviyyə göstəricisidir. Əlbəttə ki, bilikli olan irəli gedir. Ən yüksək nəticələrə sahib olun. Deməli, uşaqlar, bir əsasdan digər əsasa keçməndə dedik, bir dənə bir şey deyim sizə, sonuncudur, ciddi mənada sonuncudur. Deməli, A-nın qüvvətində kök altında loqaritm, buraxılışa heç yaxından uzaqdan əlaqəsi yoxdur, heç yazmayın. Amma qəbula gedənlər yazsın. Burada da yer dəyişmə qanunu var. Sadəcə yer dəyişmə qanunu biraz fərqlənir. Birbaşa A-lar B-yə çevrilir, B-lər də A-ya çevrilir. Yaxşı? Təkcə A, B yer dəyişmir da. Burada A gördüyün yerə silib B yazırsan, B gördüyün yerə silib A yazırsan. Belə bir qayda. Deməli belə. Mən niyə belə eləyirik ki? Çünki başa gönlünüz belə istəyir. Yəni bütün A-larla B'lər eyni olanda aiddir buna. Bəli, yalnız eyni olanda aiddir. Bəs bundan sonra nə olur? Şurada bu belə, indi misalda sərf eləyirsə yer dəyişirsən, qutardı. İxtisar gedir, nəsə olur, cavab qalır. Vəsə. İxtisar, islah, misalda nasıldır? Bu sadəcə qaydadır. Ki belə yer dəyişmədə mümkündür. Sərf Mənim eləyirsə eyni olanda deyəndə ki, A bərabərdir B olanda. Quzusu, ben misal belə olsa, baxın deyim də sizə. Misal üçün 2 kökün içində loqaritma 2 əsasdan 3. Siz bunu yaza bilərsiniz. 3 kök altında loqaritma 3 əsasdan 2. Anladınız? Bu yenə heç nə olmadı ki. Eyni olanda dediniz, ona görə soruşdum. Hə, yəni aşağı əsaslar eyni olanda. Aynen. Bura. Hə, əsas. Hə, bunlar eyni. Bu yenə heç nə olmadı ki. Bunları yenə ixtisar edə Quzusu, bilmirdiniz. misalın davamı olacaq. Misal üçün bu
çıxılsın, misal üçün 3 kökün üstündə loqaritma 3 əsasdan 2 idi. Sən bunu çevirəndən sonra gördün ki, bununla bu eyni şeydir. İslah gedirmiş deməmişkən. Belə başa düş. Anlayırsan? Misalda yəni səni sərf eləyəcək o. Belə qaydada bir prinsipi, bir əlavəsi yoxdur. Yaxşı? Fidan tutdun yoxsa yox? Bəli. Tamamdır. Başlayaq. Qəzamız mübarək olsun. Deməli belə. Uşaqlar, bir dənə loqaritmanın işarə söhbətini deməmişəm. O da hələ ki bu dərs demirəm. Misallara baxaq. Nömrələrini deyirəm. 1 3 5 7 8 Sübdən bunlara baxın, gəlirəm. Hə, всё. Deməli belə. Uşaqlar, bir nömrəli sualda nə tapmısınız? C variantı. Y variantı. Səhvi soruşur. Səhvi soruşur. Mən bayaq dedim ki, 21 düzdür, 3 vur 7-dir. Amma sən bunu vurmanı ayrı-ayrılıqda loqaritma şəklində parçalaya bilməzsən. Belə şey yoxdur. Sən bunu ancaq toplama şəklində yaza bilərdin. Ortada vurma toplamadır çünki. Yəni səhv Y bəndidir. A deyən kim idi? Mən. Sıfırdan bu neçədir? Neçədən sıfırdır? Bu 10 üstü mənfi 5 deyil. Onu 5 dəfə özünə vuranda neçə eləyəcək? 10.000 eləyir. Sadəcə bu 10.000-də 1-dir da. 10.000-də 1-dir. 10.000-də 1-də 10 üstü mənfi 5-dir. Mənfi 5 əmsala vurulur. Baxın, bu elə bil LG 10 üstü mənfi 5-dir. Mənfi 5 qabağa vurulur. LG 10-da ilə loqaritma 10 əsasdan 10-dur da. Bunun qiyməti 1-dir. LG bayaq demədim, 10 əsasdan deməkdir. 10 əsasdan 10 1 verir sizə. Başa düşürsünüz? Ona görə səhv Y idi. Uşaqlar, 3-də nə tapmısınız? C. D variantı. C da deyən var, D da deyən var. Gəlin baxaq. Uşaqlar, bayaq dedik ki, əgər loqaritma qüvvətdədirsə, yer dəyişmə qanunu. Birinci işiniz yer dəyişmə qanunu olacaq. Yəni, birinci 7 ilə 3-ün yerini dəyişirsiniz, olur 3-ün qüvvətində loqaritma 7 əsasdan 7. Üstə gəl, bu bir tərəfdə də 2-nin qüvvətində loqaritma 5 əsasdan 25 olur. Uşaqlar, 7 əsasdan 7 1 deməkdir, 3 üstü 1, üstə gəl, 2 üstü 25-də 5-in kvadratıdır da. 25-ə baxırsınız 5-in kvadratı kimi kvadrat əmsala vurulur. 5 əsasdan 5 1-dir. Yəni 2-nin qüvvətində 2 də 4 eləyir. 4 üstə 3 7. C tapanlar. Diqqətli olun. Yaxşı? Başa düşürük? Jalə, səhvimizi tutduq. Uşaqlar, cavab verin. Bəli, bəli. Başa düşdüm. Yaxşı. Bunu silirəm. Gəlin davam eləyək. Deməli belə, yenə yer dəyişmir. Cavab deyin. 5-də nə tapmısınız? C variantı. C. C-dən başqa kimsə variant dedi elə bil. Desin variantını. C-dən başqa kimsə variant dedi. Tapmayan var aranızda. Varsa desin, izah eləyim. Yoxdursa keçirəm ha. Mən eləyə bilmədim. Quzusu, Mən də bilmirəm. yer dəyişmə qanunu. Bu nə olacaq deyin yazım. Jalə, Aysu deyin. 11 üstü 1 daha. 7-nin qüvvətində 11 əsasdan 11. Ben 711 olur. Aysa olur. Burada ən yuxarıdakı ilə ən aşağıdakı yerin dəyişir də. 7-nin qüvvətində 11 əsasdan 11 olur. Üstə gəl. Bu bir tərəfdə də 7-nin qüvvətində bu 1 bölünsün loqaritma 5 əsasdan 7. Loqaritma 7 əsasdan 5 deməkdir də. Bayaq dedik ki, 1 böl variantı olanda tərsə çevirirsən. Burada bunlar gedir. 7 üstə gəl. Burada da 7 ilə 5 yerin dəyişsə 5-in qüvvətində loqaritma 7 əsasdan 7 qalır. Bu da 1-dir. 7 üstə 5 gəndə 12. Başa düşürük? Jaləm, Aysu, başa düşürük? Rəqsənə, uşaqlar, Aylin. Tamam. Üstüm Tamam, bunu silirəm. Uşaqlar, 7-də nədir cavab? Mən tapmadım. Quzu, aşağı əsaslar bərabərdirsə, toplama nə deməkdir? Vururuz. Bəli, 85 vururuz. 15'te yok cevapta. İndi bir şey var ki, aşağıda 225 nəyin qüvvətidir? 15'in kvadratıdır, onu da yazdım. Hə, 15-in kvadratı, yuxarıda 15.
Ağıl 15'lər gedir, sadəcə aşağı əsasın qüvvəti önə tərsi kimi vurulurdu axı. Yuxarı əsasın qüvvəti önə sərbəst vurulur, aşağı əsasın qüvvəti önə tərsi vurulur. Yaxşı, Tünzaylən başa düşürük. Uşaqlar Əli, hər biriniz. Gülay, Zeynəb, Səkinə, siz bilirsiniz də elə deyilmi? Ufaq bölmədi. Necə qızım? Deyirəm ki, ən qəşəng bölmələrdən biridir. Ay, sağ ol, qəşəng. Sö. Uşaqlar, 8-də nədir cavab? A. A'dır. D variantı 3. D bəndə 3 yoxdur axı. A variantıdır. Uşaqlar, sizə deyir ki, loqaritma 2 əsasdan 9 hansı ədədlər arasındadır? 9 2-nin hansı qüvvətləri arasındadır? Gəlin baxaq. 3-dən 4. Ay sağ ol. 2-nin kubu 8 eləyir. 2 üstü 4 isə 16 eləyir. Yəni 3-cü dərəcə ilə 4-cü dərəcə arasında qiymətlidir bu. 3-dən 4. Başa düşürük. Əsma, Jalə, Aylin, uşaqlar hər biriniz. Bəli. Elvanə, Aysu xanım. Baxın, nəysə aydın olmasa deyin, vaxtımız var, izah edeyim. Bəli. Deməli belə. Uşaqlar, yazırıq 9 nömrəli sualı, 11 nömrəli sualı. Baxın, gəlirəm. Belə, açaq bunu. 9-da nədir cavab deyin? Buyurun. C tapdım müəllimə. Uşaqlar, 64 LG 4-ün kubudur. Niyə 4 kimi baxıram? Çünki aşağıda da LG 4-dür. LG 4-lər gedir, 3 qabağa vurulur. Elə 3 cavabda C bəndi. Yaxşı? Müəllimə. Düzdür. Elvanə başa düşürük qızım. Hı? Ben. Sevil, uşaqlar. Sevil buradasan qızım? Bəli, müəllim. 11-də nə tapmısan qızım? D variantı. Mən də tapmışam. Uşaqlar çıxma bölmə demək. 72-ni 9-a böləndə 8 eləyir. 8 də 2-nin kubudur Gülay. 2-nin kubu. Syo, kub qabağa keçir. 2 əsasdan 2 1-dir. Yəni cavab 3. Yaxşı uşaqlar. Əli başa düşürük. Amin. Tamam. Gəlin davam edək. Buradan da 1-2 dənə suala baxaq, sonra buraxıram. Gedin. Gəlin dərs görüşərik. Deməli, ağıllılar. 13 yazın. 13 17 20 de 22. Sondur bu məncə mən. Bəli. Sonra ev tapşırığı verərəm. Nə yazırsınız yazmısınız. Sonsuz gələn dərs bir yerdə baxasıyıq. Onu hiç göstərmir. Misal. Buyurun qızım. Yaxşı. Gəlin baxaq. Deməli belə. Uşaqlar, 13-də nə tapmısınız? Tapanlar desin cavabı. 13-də. Mənim B variantı. Bu. C variantı. D variantı. Deməli, pi bölünsün 6 30 dərəcə deməkdir və sinus xanım 30 dərəcədə hansı qiymət alır? 2-də 1. 2-də 1, 2 üstü mənfi 1 deməkdir, elə deyilmi? Nurcan. Deməli, mənfi 1 qabağa keçir. Eyni əsasdan eyni əsas 1-dir. Yəni mənfi 1. Buna görə mənfi 1-dir, müsbət 1 deyil. Yaxşı, 2-də 1, 2 üstü mənfi 1-dir də Aylin. Elə birbaşa qüvvət şəklində göstərəndə onu elə yaza bilərsən. Necə yəni ki? Ağıllı, sinus 30 dərəcədə nə alır? 2-də 1. Yəni yazırsan loqaritma 2 əsasdan 2-də 1. Quzu bu bölmədir də. İstəsən belə də yaza bilərsən. Loqaritma 2 əsasdan 1 çıxılsın loqaritma 2 əsasdan 2. Quzu, biz qayda öyrəndik ki, istənilən əsasdan 1-ə cavab 0-dır. Eyni əsasdan eyni əsasa 1-dir. 0-dan da 1-i çıxanda, indi uşaqlar, deməli, 0-dan 1-i çıxmaq üçün alt-alta yazırıq. 0 çıxılsın 1. İndi biz 0-dan 1-i çıxa bilmədiyimiz üçün qabaqdan bir 0 da əlavə götürürük. Üstünə qulaq asırsan. Neysə. Çox mənfi bir eləyir yəni. Ciddi qulaq asırdınız. Ne? 0-dan 1-i çıxmaq çabalarımıza.
Gəlin gedək bura. Uşaqlar, lığ 2, lığ 25, lığ 5, yəni elgi. Hamısının A variantı var. A bəndi. Bəli. Mən C tapmışam. Mən tapmadım. Uşaqlar, lığlar eyni əsasdandır da, yəni 10-cu əsasdandır, elə deyilmi? Hər üçü. Toplama vurma deməkdir. 2-ni vururam 25-ə. 25'i vurur 2'ye böldürür 5'e o da edir 10, 10'da 10'a 1. Ay sağ ol. 25'i vurursan 2'ye 10, 50, 50'ni də 5'e bölürsən 10. Niyə bölürsən? Çıxma bölmə deməkdir, toplama vurma deməkdir çünki. Buna görə bunu vurdun, bunu isə böldün. 10 əsasdan 10 da elə 1 deməkdir. Yaxşı? Elgi özü 10 əsasdan deməkdir. Bunu silirəm. Gəlin o bir suala baxaq. 20 nömrəli sualda nə tapmısınız? Tapan desin. C variant. C. Uşaqlar, loqaritma 3 əsasdan 9 kökətdə 3-ü birinci kökdən azad eləyərik. Yazarıq loqaritma 3 əsasdan 9 3-ün kvadratıdır. Kökətdə 3-də 3 üstə 2-də 1 deməkdir. Loqaritma 3 əsasdan 3-ün qüvvətində 2 tam 2-də 1, 2-nin üstünə 2-də 1 gəldi, 2 tam 2-də 1. Qüvvət qabağa keçir, əsmam. Eyni əsasdan eyni əsas 1-dir. Yəni cavab 2 tam 2-də 1. Məxrəcə vurub sürətə qaldırsan, görərsən ki, bu 2-də 5 düzgün olmayan kəsirdir. Yaxşı? Başa düşürük? Zeynəblər, aydındır? Bəli. Tamamdır. Kimsə nəyisə aydın tutmasa, video qeydə dərsdən sonra bir də baxar uşaqlar çıxan kimi yerləşdirirəm. Deməli, cavab deyin 22-də. B. Deyin. A, Bakı. Ben de Bakı tapmışam. Deməli uşaqlar, Ben de B tapmışam ben. 5 əsasdan 3, loqaritma 3 əsasdan 5 deməkdir, bilirsiniz ki, tərsi. Siz yer dəyişmə Onun da yeri dəyişir. Ay, sağ ol. Bundan bu yerin dəyişir. Misalınız qalır 5-in qüvvətində 2 loqaritma 3 əsasdan 3. Eyni əsasdan eyni əsasda tünzələcəyim 1 olduğuna görə 5-in kvadratı eləyir 25 və biz xoşbəxt oluruq. Yaxşı? Hər hansı anlamadım hemen. Nəyi anlamadın? Oradan nə getdi? Kəsir xətti varsa tərsə çevirməli deyilsən. Bəli. Yəni 3 əsasdan 5 yazdım. Yazdın ki 3-ün qüvvətində 2-yi 3 əsasdan 5. Tamam mı? Başa düşdük bu hissəni. Sonra yer dəyişmə qanunu. Ən aşağıdakının ən yuxarıdakı yerini dəyişir. 5-in qüvvətində 2 loqaritma 3 əsasdan 3 olur. 3 əsasdan 3 də 1 deməkdir deyə at getsin. 5-in kvadratı 25. Anladın indi? Bəli. Uşaqlar, ev tapşırığı buradan 1-dən 40-a qədər verirəm. Yaza bilənlər ümumiyyətlə yazsın axıra qədər. Gələn dərsi isə mənlə baxacaqsınız. Burada tip suallar var. Məsəl üçün 26 filan. Bunlar maraqlı suallardır. Mənlə baxmalısınız. Sonra davamını isə keçəcəm. Düzdür, bunları da bilərsiniz əslində belə baxanda. Uşaqlar, bir də əlavə Neçədən neçəyə qədər müəllim? 40-a qədər, bir də 45-dən 60-a qədər. Xüsusilə 45-dən 60-a qədər bir yazın, ha. 45-dən 60-a qədər olan hissə buraxılış hissəsidir demək olar ki. Yaxşı? Sağ olun. Gedin, gecəniz xeyrə qalsın. Sağ olun. Sağ olun. Sağ olun.